Dünən çox maraqlı və aktual bir mövzu ilə bağlı müraciət gəldi. Deməli, gənc bir xanım ailə qurma ərəfəsindədir, lakin yaxınları çox təlaşdadılar ki, görəsən həqiqətən ailə qursunmu, ailə qurmasınmı, görəsən bu cütlüyün uyğunluğu varmı, yəni xoşbəxt ailə həyatı yaşayacaqmı, ya deyilmi? Və iş də burasındadır ki, bu müraciətə əsasən yəni həmin insanlara da istəyirəm buradan ümumi izahat da verim ki, hər kəs bunu bilsin və başa düşsün. Yəni uyğunsuz uyğunluq deyilən bir şey yoxdur. Məsəl üçün həmin xanım bu bəylə deyil də başqa bir bəylə ailə qursa da, yəni indiki həmin o halı, yəni indiki baxış bucağı, yaşadığı o tərzi, yəni üzərində işləməsə, zaten bu bəylə deyil, 2 ildən sonra başqa bir bəylə qarşılaşsa da, mövzu eyni mövzu olacaqdır. Çünki eyni tipli bəyləri seçəcəkdir və yaxud da başqa cür desək, yəni eyni tipli bəylərə rast gələcək, çünki müəyyən keçməli olduğu dərsləri var. O dərsləri keçməyənə kimi, o dərsləri almayana kimi həyatında heç bir şey dəyişməyəcəkdir. Loru dildə, sadə dildə başa salsaq, söhbət nədən gedir? Baxın, misal üçün, münasibətdəsiz və bir oğlanla münasibət qurmusunuz. Amma o münasibət nədənsə, məsəl üçün, hardasa ya xoşunuza gəlmir, ya nədənsə irəliləmir, ya sizi narahat edən nüanslar var və hardasa o münasibət, məsəl üçün deyək, qırıldı, dayandı. Müəyyən zaman keçir və siz yenidən münasibət qurursunuz, kimlənsə qarşılaşmısınız və məsəl üçün ilk günlərdə hər şey əla, super, amma müəyyən zaman keçdikdən sonra baxırsınız ki, eyni vəziyyətlə qarşılaşmısınız. İndiki halda bunu adətən necə adlandırırlar? Eyni döngülər. Bu döngü harda yaşanır? Buradan almalı olduğunuz dərs nədir? Nəyi başa düşmürsünüz? Nəyin fərqinə varmırsınız ki, eyni münasibət təkrarlanır? Ailə münasibəti üzərindən başa salım, çünki bu hallarla da rastlaşmışam. Həm xəritə analizi edərkən olur ki, illik proqnozda zaten bununla qarşılaşırıq. Misal üçün, bir xanım ailə qurur, tutaq ki, zaman keçir və xanım başa düşür ki, burada nəsə nitodur və yaxud da bəy ona qarşı müəyyən davranışlarda, belə deyək, loru dildə desək, səhvə yol veribdir və boşanıbdır xanım. Düşünürdü ki, bəlkə də başqa partnyorla ailə qursaydı, hər şey başqa cür olardı, zaman keçir, yenidən ailə qurur, amma ilk başlarda, misal üçün, hər şey başqa olur, zaman keçdikdən sonra bəy yenidən sanki əvvəlki ailə həyatında nələr baş verirdisə, buradakı həyatda da eyni problemlərlə qarşılaşır. Yəni də, bu ailə ya boşanmaya gətirib çıxarır, ya da ki, hal-hazırda xanım oturur və düşünür ki, mənə belə ailə həyatı lazımmı idi? Bəlkə də ailə qurmasaydım daha yaxşı olardı. Və nəticə etibarilə bəlkə də qərar verir ki, artıq ailə qurmasın və yaxud da həmin ailəni qoruyub saxlamaq üçün sırf uşaqlara görə düşünür ki, tamam, problem yoxdur, tək ki, uşaqlar özünü yaxşı hiss etsinlər və s. Burada bu vəziyyətlər niyə yaşanır? Hər bir insanın, məsəl üçün, doğum tarixində deyək, misal üçün deyəndə sırf numerologiya üzərindən başa salsaq, doğum tariximizdə zaten keçməli olduğumuz yollar nələrdir? Nədən hansı sınaqlarla qarşılaşa bilərik? O sınaqlardan almalı olduğumuz dərslər nələrdir? Onun açıq-aydın izahı var. Və biz müəyyən dərsləri keçmədikcə, müəyyən sınaqlardan dərslər almadıqca heç bir şey dəyişilmir. Nə münasibətdə, misal üçün, qarşılaşdığınız partnyorlar, eyni tipli partnyorlar olacaqdır. Baxa bilərsiniz, hətta, belə deyim, praktika, təcrübədən keçirə bilərsiniz ki, qarşılaşdığınız partnyorların doğum tarixləri tamamilə fərqlidir, heç də bir-birinə bənzər deyil. Amma qarşılaşdığınız o döngülər eynidir və bir-birinə bənzəyir. Səbəb nədir? Səbəb ondadır ki, siz müəyyən bir dərsi almırsınız. Yəni, münasibətdə eyni sınaqla qarşılaşırsınız. O sınaqdan almalı olduğunuz dərs var, amma siz o dərsi almadığınız üçün, fərqində olmadığınız üçün o dərs yenidən başqa bir münasibətdə təkrarlanır. Yəni, istər ailəli olun, istər ailəli olmayın, sadəcə münasibət dönəmində olun. Yəni, o dərs alınmadıqca heç bir şey dəyişmir. Belə bir sual verə bilərsiniz ki, tamam, məsəl üçün, deyirik, xasiyyətlər fərqlidir və bir xanım ailə qurubdur və düşünür ki, həyatımı dəyişdirmək istəyirəm.
O zaman mən nə edeyim? Yəni tutaq ki, mən dərsləri keçməyə başladım. Bəs partnyorum, bəs mənim ailəm, bunun sonucu necə olacaq? Yəni o zaman boşanmaya mı gətirib çıxaracaqdır, əgər mən dərslərimi keçməyə başlasam? Xeyr, xeyr, xeyr. Bu mövzunu da mən dərinliyinə getdim, araşdırdım. İş burasındadır ki, istər münasibətdə, istər ümumi həyatda siz üzərinizdə işləməyə başladıqca, müəyyən keçməli olduğunuz dərsləri keçdikcə, yəni qarşılaşdığınız sınaqlara əsasən deyək də, və yaxud da öncədən artıq bilirsiniz ki, mən falan sınaqları keçməliyəm. O sınaqlardan dərs alırsınızsa, o zaman məsəl üçün ailəlisinizsə, avtomatik olaraq zaten sizin partnyorunuz sizə qarşı davranışda dəyişməyə başlayır. Bu necə olur soruşa bilərsiniz. İş burasındadır ki, bizim ətrafımızda olan insanlar, istər yoldaşımız, istər məsəl üçün qaynana, qaynata, istər iş yoldaşlarımız, qonşular, qohumlar, bizim daxilimizdə müəyyən, belə deyək, travma varsa və biz, və yaxud da travma deməyək, müəyyən bir dərsə keçməliyik. O dərsi keçmədikcə o insanlar sırf o dərsin üzərindən bizi sınaqdan keçirəcəklər. Necə? Biraz o mövzunu açım, daha da aydın başa düşəsiniz. Məsəl üçün bir insanın daxilində ta ki uşaqlıqdan bastırılmış bir aqressiya var. Yəni susur, danışmır, o flankəsi incitməyim, bunun xətrinə dəyməyim, eybi yox, məsəl üçün burada öz haqqıma geliyim, burada belə davranım. Yəni bastırılmış bir aqressiya var, o da ta uşaqlıqdan gəlir. Və bu aqressiya heç yana axı çıxıb getməyibdir, daxildə bastırılıbdır. Və insanlar, uşaqlar, yoldaşınız və yaxud da ətrafdakılar o aqressiyanızı çıxartmaq üçün sizi incidəcəklər. Ya misal üçün haqqınıza girəcəklər, yəni ümumi başa salıram. Ya haqqınıza girəcəklər ki, siz əsəbləşəcəksiniz, istəyəcəksiniz ki, misal üçün ya dava eləyəsiniz, ya məsəl üçün birbaşa o insana deyə bilmirsinizsə müəyyən səbəblərdən yoldaşınıza qışqıracaqsınız, uşaqlarınıza qışqıracaqsınız və yaxud da nə bilim gedib qonşularla danışacaqsınız, rəfiqələrinizlə gedib danışacaqsınız, bölüşəcəksiniz. Falan kəs necə belə deyim, nə haqqı var mənimlə belə davranır, mənə söz deyibdi. Yəni emosiyalar, duyğular üzə çıxacaq. Amma yenə də kim ki o belə deyim, ta ki bu hisslər üzərində siz işləməyənə kimi, bunun qaynağını tapıb üzə çıxartmayana kimi, buradan almalı olduğunuz dərs nədir, onu anlamayana kimi bu həll olmur. İstəyirsiniz misal üçün deyin ki, yoldaş dəyişsin, uşaqlar pisdir, məsəl üçün deyək, qonşular pisdir, qohumlar pisdir, qaynana, qaynata, yəni hər kəs ətrafda pisdir. Hər kəsdən çəkilin kənara. Oturun, nə bilim, təklikdə başqa bir yerdə. Hətta orada belə sizi əsəbləşdirəcək, özündən çıxaracaq nüanslar yaranacaqdır. Belə bir bunun üzərindən belə bir misal gətirim. Tutaq ki, siz təkcə bir bilet almışsınız, Türkiyəyə getmişsiniz, oteldə yerləşmişsiniz. Görəcəksiniz ki, biletlə bağlı nəsə problem yaranıb, təyyarə ilə bağlı, nə bilim, oteldə yerləşmisiniz, orada elə bir qonşu gəlib çıxıbdır ki, nə bilim, sizi rahat dincəlməyə qoymur. Yəni stresli hallar yaranır. Sadə bir misal deyim sizə. Nə olsun ki, tək getmisiniz, ətrafınızda o yaxınlarınız yoxdur. Amma başqa bir şərait yaranır ki, siz özünüzdən çıxasınız. Yəni ki, hər şey əslində çox sadədir. Ta ki onun o dərinliyini anlayana qədər. Amma üzdən biz asanlıqla təbii ki, başqalarını günahlandıra bilərik, uyğunluq axtara bilərik, partnyorları günahlandıra bilərik, yəni günahkar insanlar tapa bilərik. Amma əslində mahiyyət bundadır ki, gözəl bir söz var və onu mütəmadi olaraq istifadə edirəm. Deyir ki, dünyanı dəyişmək istəyirsənsə, özündən başla.